Deməli, broşura hazırlayacağıq. Broşura hazırlayan zaman ümumiyyətlə sənədi yaradanda deməli, səhifə sayı 1, görünüş single page, simik, sonra burada kağız tipi A4 olsun, millimetr ilə əks olunsun və bunu albom eləyin. OK düyməsini vurub, yəni yeni bir sənəd yaradın. Bunu etdikdən sonra indi şəklimizi əlavə eləyək, import əmri vasitəsilə. Elə gəlin elə bu hissədən bu hissəyə doğru təxminən, hətta biraz artıq da olsa çəkək, çox önəmli deyil. Səhifə ilə yeni olsun. Qoyaq bir qıraqda. Bunun üzərində deməli istəyirik səhifə deməli görünüşünü dəyişək, yeri gəlmişən. Aha. Səhifə ölçüləri boyda düzbucaqlı yaratmaq istəyirik. Bunun üçün mouse'un sol düyməsini 2 dəfə vurursunuz və səhifə ölçüsündə düzbucaqlı yarandı və burada fikir verirsiniz, broşurumuz 3 səhifədən ibarətdir. Biz də əsas burada N-ə baxacağıq, çünki bunlar N olaraq bölünüb. Bu 297-ni 3-ə bölməliyik. Bu hissədə böl 3 yazaq. Enter düyməsini vuraq. Gördüyünüz kimi. Amma təbii ki, birinci bunu kopyalayaq, bu ümumi düzbucaqlını, plus düyməsini basıram. Hal-hazırda bunun kopyası onun üzərindədir. Və burada bölünsün 3 yazıram. Və daha sonra yenə kopyalayıram. Bunun bir kopyasını da gətirib buraya yerləşdirirəm. Bir dənə də kopyalayıb, bir kopyasını da gətirib buraya yerləşdirirəm. Və daha sonra indi bu formanı almaq lazımdır. Normalda siz bunu dairə ilə də eləyə bilərsiniz təxmini, amma lap dəqiq nəticə istəyirsinizsə, ən yaxşısı elə şəklin üzərində eləmək. Yəni bu daha biraz nisbətən dəqiq olacaq. Tutaq ki, belə bir elips çəkirik. Daha sonra burada convert to curve, yəni klaviaturadan Ctrl-G-ni basaraq da eləyə bilərsiniz. Bu əmri icra edirsiniz və Shape tool əmrindən sıxırsınız ki, bunun üzərində dəyişiklik eləyə bilərsiniz. Amma bundan qabaq bir dənə önəmli bir şey unutduq. Bunun bucağını dəyişdirək. Təxminən belə və daha sonra bir dəfə də vuraq. Bunu biraz aşağı qoyaq. Buralar uyğun gəlir, amma buranı biraz qaldırmaq lazımdır. Shape toolu basırıq. Bu ağın üzərində olan sol düyməsini basıb saxlayıb, biraz qaldırıram buranı yuxarı. Buranı da birə qədər böyüdürəm. Hətta mouse'un göstəricisini çəkirəm sola tərəf. Yuxarısı nə olması önəmli deyil, əsas yəni əhatə eləsin bu yaşıl hissəni. Formanı aldı, pick tool alətini basıram və daha sonra bunu götürüb burada da təxminən bu formada yerləşdirirəm. Yəni bir dənə də bir şey deyim, elə yerləşdirirəm ki, burada belə kiçik çıxıntı qalmalıdır. Görürsünüz. Və daha sonra bunu da seçirəm. Plus düyməsini basıram. Biraz ekranı yaxınlaşdırıb, mouse'un sol düyməsini basıb saxlayıram və eyni zamanda shift düyməsini də basıb saxlayıb aşağı çəkirəm və Ctrl-D-ni bir daha da basıram, bir daha da basıram. Bundan 4 dənə eləyirik. Bunu eləyəndən sonra indi gəlin hər birinə ayrı-ayrı rəng verək. Siz də rəng tonlarını rəngin üzərində mouse sol düyməsini basıb saxlayaraq da buradan seçərək də edə bilərsiniz. Ya da ki, buradan da mouse sol düyməsini basıb. Mən istəyirəm elə birbaşa elə şəkil buradadır deyənə, istəyirəm elə şəklin özündən götürüm rəngləri, axtarmayım rəngi. Airdropper, Color Airdropper alətinə basıram və bu rəngi götürüb kiçik, daha doğrusu ən üstdəkinə verməliydim. Yəni ən üstdəkinə içəriyə verdi. Aha, bir dənə də vuraq. Aha. Daha sonra deməli bu rəngi üstünə vururam və gəlib burada bu 1-dir, bu 2. Bura bu rəngi verirəm. Sonra pick toolu basıram. Yenə Color Airdropperi basıram. Bunu seçirəm. Yaxınlaşdırıram. Deməli 1, 2, 3. Buna da bu rəngi verirəm. Pick toolu basıram. Yenə Color Airdropper. Sonra bunu da axırıncıya verirəm. Bunları etdikdən sonra pick tool alətini basıb saxlayıb çıxıram.
və bunları hamısı da seçib kənar konturlarını yox edirəm mausun sağ düyməsini vuraraq. İndi bunları təsin eləmək lazımdır. Yəni bu ən altda olmalıdır. Deməli, ya da ki belə eləyək. Bax, bunu ən üstə versək, bax, bunun üzərində mausun sağ düyməsini basaq. Ya da ki, bax, bundan başlayaq, ən rahatı. Bax, bunu seçək, bax, bu yaşılı. Üzərində sağ düyməni basırıq, order. Deməli, forward one. Forward one'ı basaq. Aha, sonra yenə bu yaşılı seçək, yəni ortadakı, yenə buradan forward one eləyək. Bir dəqiqə. Forward one. Aha, indi bunu da seçək, ən üstdəkini də. Bunu da order forward one eləyək. Bir daha da. Bu bilirsiniz nəyə görə eləyir? Bu 1-1 eləyir. Ona görə to front of layer eləyirəm ki, yəni bu yaşılı, üstdəki yaşılı hamısını qabağına gətirsin. Bu formada bunu əvvələ gətirdik. Bu hissədə belə deyim də, bu hissə seçdiniz hamısını, qruplaşdıraq və daha sonra bunun üzərində mausun sağ düyməsini basırıq, power clip inside və icra eləsə fikir verirsiniz, ancaq buraya əlavə olunacaq. Amma biz nə edirik? Baxın, biz buranı da seçirik, shift düyməsini basıb saxlayıb, buranı da. Bunları da qruplaşdıraq. İndi bunun üzərində mausun sağ düyməsini basıb power clip inside eləsək, bunu bassaq, gördünüz, üçünün də arxasına keçirdi. Burada da eyni prosesi yerinə yetirək. Məsələn, bir dənə elips çəkək və bunu da bir qədər fırladaq. Aha. Bunu da biraz çəkək aşağı. Bu təxminən belə yerləşdirək. Bunu biraz aşağı çəkmək lazımdır. Deməli, convert to curves-i basırıq və shape tool basırıq. Bu ağ olan hissədən çəkirik bir qədər bunu aşağı və buradan da edə bilərik bunu. Biraz da yaxınlaşdıraq. Təxminən buraya kimi eləyək. Buranı biraz qaldırmaq lazımdır. Buradan biraz qaldıraq. Maksimum dərəcədə bazarlı səviyyədə eləyirsiniz təbii ki bunları. Burada mausun sol düyməsini bir daha vuraq. Burada bunun bu hissəsini biraz uzadıram. Çünki çöldə maraqlı deyil, əsas bu hissələrə uyğun gəlməsi önəmlidir. Bunu eləyəndən sonra bunun özünü böyüdək, sonra problem yaranmasın bizdə. Bir qədər bunu yerləşdirdik belə. Qaldıraq yuxarı bunu. İndi plus düyməsini basaq, çəkək yuxarı. Təxminən Ctrl D-ni basaq, bir dəfə də basaq. Əla. İndi bunlar hamısını seçək və bunu da götürüb təxminən belə yerləşdirək. Təxminən və eyni məntiqlə təxminən belə yerləşdirək və daha sonra bunlara da eyni rəngləri verək. Deməli, elə üstdən başlasaq daha yaxşıdır. Üstü seçək. Yenə airdropper, color airdropperi seçək. Buradan deməli bu rəngi verdi. Ay, yanlış yerə vurdum. Aha. Sonra yenə color airdropper, bu rəngi seçdim. İkinciyə verəcəm. Sonra pick tool, yenə color airdropper, rəngi seçirəm. Bura verirəm. Pick tool, yenə color airdropper, bu rəngi seçirəm və gəlirəm bu hissəyə verirəm. Aha.
Prosta bunları arxa eləmək lazımdır da. Yəni necə? Tutaq ki, bunu seçək, bu yaşılı. Üzərində sağ düyməni basıram. Burada orderə girirəm. To back of layer edirəm. Ən axıra atıram. Bunu da seçirəm. Bunu da ən axıra atıram. To back of layer. Sonra bunu da seçirəm. Bu qaranı da to back of layer edirəm. Hamısını arxaya atanda, yəni birinci bunu atdım ki, yəni bu açıq yaşılın arxasında olsun. Sonra bunu atdım ki, bu yaşıl, bu ikinci elə bil açıq yaşılın arxasında olsun. Sonra bunu elədim ki, yəni bu hamısının arxasında olsun. Ona görə belə elədim. Gəldi indi bunu buradakı forma ilə düzəldək. Biraz asan olmayacaq. Ən yaxşısı bunu məsələn point line alətini götürək. Məsələn buradan ta bura kimi bir dənə xətt çəkək. Buradan da məsələn bu xəttə kimi çəkək. Sonra yenə buradan bura doğru çəkək. Və buradan da bura doğru. Belə bir şey çəkdim. İndi görək bu necə alınacaq. Bunun node hissəsini birləşdirirəm bura. İndi biraz ölçündə kiçildək. İstəyirəm bu intersection'a dəysin. Burada shape tool'u basaq və bunu çəkək aşağı. Hətta bura kimi gətirək. Bunu eləyəndən sonra seçirəm burada shape tool'u. Bunun üstünə bir daha vururam. Bu convert to curve'u basıram, yenə bunun üstünə bir daha vururam və bunu da biraz şəkildəki uyğun təxminən də %100 heç nə olmayacaq. Təxminən belə bir şey edirəm. Hətta yaxşı olar ki, bunu da üstünə bir daha vuraq. Bunu da görün. Yox, burada hələ ki dəyişiklik eləməyək. Dəyişiklik ancaq burada eləyək. Bunu ancaq belə çəkək bu tərəfə. Bu hissəni çox dəyişdirə bilmirik. Belə qalsın yaxşı və smart fili işə salaq. Bura vuraq, bir də bura vuraq. Və daha sonra bunu seçək, shift'i basıb salaq. Bunu da seçək və bu hissəni seçək və bunların hamısını birləşdirək. Konturlarını söndürək. Bu formada indi təxminə eləməyə çalışdıq. Və belə deyək, bunların hamısını da seçirəm. Ya da ki, bu hissədən seçirəm belə. Ümumiyyətlə bunu neyinirəm? Qruplaşdırıram. Yəni, bildiniz, bu 4 dənəni, bir də bu hissəni. Zaten bunu seçəndə bu da seçilmiş olur. Üzərində sağ düymə, Power Clip Inside, bunun üstünə vururam. Belə bir şey. Digər hissələr də elə çox çətin deyil. Məsələn, bir dairə çəkəcəyik. Məsələn, buradan çəkirəm. Təxminən. Düzdür, onun təxmini gözlərdə çəkmək olar. Allah belə istəyirsiz şəkilə uyğun olsun biraz. Məsələn, bu hissəni biraz qaldırmaq lazımdır yuxarı. Məsələn, bunu belə. Bu biraz yığmaq lazımdır. Biraz da qaldıraq bura. Biraz da yaxınlaşdırıram. Güzel. Yəni elə eləməlisiniz ki, bu biraz var, bu biraz olan yer. Bu biraz olan yer qalsın da. Bunu da azaltmaq lazım. Bu xətdən çölə çıxmamaq şərti ilə. Bu hissəni biraz böyüdürük. Bu hissənin böyük olması bir ziyanı yoxdur. Bunu da çəkirik aşağı. Məsələn, görsəz ki, alın birincisində convert curve'su basırsanız
circle basırsınız. Məsələn, bunu biraz bu formada düzəldirəm. Burasını da belə. Şərt elə hökmən bu formada olsun. Yəni adi dairə də eləyə bilərsiniz. Yəni belə bir məcburiyyət yoxdur. Bunu da mouse sol düyməsini basıb atıb çəkirəm. %100 eyni formanı istəyirsinizsə də, yəni bu belə baxanda əslində qalsa çox vacib deyil də. Yəni məsələn bu gətirirəm bura. Burada da elə yerləşdirirəm ki, məsələn bu hissəni yapışdırıram bura. Ya da ki yapışdırıram. Onsuz da biraz qalmalıydı da burada. Bu hissə biraz qalmalıydı. Bu bizdə də zaten belə bir şey olacaq təxminən. Sonra plus düyməsini basıb bir qədər də aşağıya doğru verirəm. Все. Aşağıdakini seçirəm. Hətta mən burada rəng axtarmaq istəmirəm, vaxt getməsin burada. Bunu seçdim, bura verdim. Bunu da seçib sağ düymə, order, bunu to back of layer edirəm ki, arxaya geçsin. Bu hissə isə hələlik sarı rəng verək. Yəni seçilsin deyə. İndi buna şəkil vermək lazımdır. Bunun üçün internetə girək. Boş şəkil olsun. Yəni şərt deyil ki, oradakı şəkil olsun. Meeting yazırıq. Şəkillər yazılan hissəyə vururuq. İstənilən bir şəkil götürək. Nəsə məsələn bunu götürək. Mouse'un sağ düyməsi, təsviri fərqli saxlayın. İstənilən şəkil götürə bilərsiniz. Yenə də deyirəm, fərqi yoxdur. İş masası seçirəm və saxlanı basıram. Və daha sonra import əmri vasitəsilə həmin şəkili əlavə eləyək. Şəkili indi daha sonra seçək. PowerClip Inside'ı vuraq. Bu sarı olan hissədə vuraq. Və edit düyməsini basıb burada müəyyən dəyişikliklər eləyək. Bunu seçək bir qədər. Bunu kiçildək. Bir qədər hələlik. Və bunu da bir qədər buraya qədər böyüdək. Bunu da buraya qədər böyüdək. Bunu yəni lazım deyil bura kimi böyütmək. Çünki bu hissə götürüləcək. Finish'i basıram. Hətta bunu bir dənə də edit eləyək. Üstünə vuraq, bunu biraz sola da verək. Finish'i basaq. Və daha sonra bunu çəkin qurağa. Bu ikisini seçib qruplaşdırırıq və üzərində sağ düymə, PowerClip Inside və bura vururam. Bu formada sonra bu yazıları yazacaqsınız, zaten bilirsiniz bunu necə eləmək lazımdır. Yəni bir dənə burada dairə çəkəcəksiniz Shift düyməsi ilə, daha doğrusu Ctrl düyməsi ilə. Bunu etdikdən sonra seçirsiniz, plus düyməsini basırsınız. Shift düyməsi ilə bircə simmetrik aparırsınız və daha sonra Ctrl-D, Ctrl-D. Sonra bunların dördünü də seçib qruplaşdırırıq və bunu da bir qədər mərkəzdə yerləşdirək. Biraz mərkəz eləyək. Yəni soldan, sağdan eyni məsafədə olsun. Ya da bunu belə də elə bilərik. Buradan xət çəkirik belə, perpendikülər. Sonra qruplaşdırdığımızı götürürük, bunun center hissəsini birləşdiririk. Bilirik ki, bu mərkəz hissəsi buradır da. Mərkəz oldu. Sonra istəsəz bunu bir qədər aşağıda çəkə bilərsiniz də. Yəni mouse'un sol düyməsi və shift düyməsi ilə birlikdə çəkib aşağı verə bilərsiniz. Bunlara da məsələn rəng verək. Konturlarını yox eləyək. Düzləsin kontur var burada. Deməli bunları seçək, bir nisbətən açıq ton seçək. Qıraqları məsələn sağ düyməni basıb veririk. Bunlar da eyni qaydada olacaq da. Yəni bir dənə dairə çəkəcəksiniz belə. İndi qısa tez bazar göstərirəm. Məsələn dairə çəkdik belə. Misal üçün
Tutaq ki, bunu rəngini eləyim sarı. Hələlik. Bunu seçib plus düyməsini basıram. Kopyalayıram. Bunu da məsələn daha doğrusu buradan biraz böyüdək. Belə. Misal üçün bu rəngini elədiz, nə bilim. Belə bir rəng. Bunu biraz arxaya vermək lazımdır. Amma bu ikisini seçib birincisi qruplaşdırmaq lazımdır. Qruplaşdırandan sonra birinci bu belə bir şəkil nəsə təxmini tapın. Seçin, yəni üzərində sağ düymə basıb Power Clip Inside ilə bunun içində salın. Daha bu bayaqki kimi olacaq da. Bunu da gətirirəm, bunun üstünə qoyuram belə. Qoyandan sonra bunun üzərində sağ düyməni basırsınız. Power Clip Inside, sonra vurursunuz belə, düşür bunun üstünə. Hətta edit vurub, məsələn də burada müəyyən məsələn düzəlişlər edə bilərsiniz. Görürsən, qırağa çəkə bilərsiniz, yenə finish'i basıb. Belə, bu lap asandır, bu klassik elə dairədir, kontroluna çəkəcəksiniz. Sonra bunu biraz mərkəz eləmək lazımdır. Hətta bu təxminən biraz aşağıda olacaq. Hətta biraz da aşağı verirəm. Bu altdakıdır da, altdakıdır. Buna bir dənə rəng verək, məsələn. Yəni bu altdakıdır, budur. Plus düyməsini basıram, tutaq ki, içəriyə doğru da shift düyməsi olmasın, sol düyməsi ilə kiçildirəm. Buna da hələlik bir sarı rəng, yəni başqa bir rəngli fərqi yoxdur. Sonra bu ikisini də buradan seçirəm, kontrollarını yox eləyirəm və daha sonra yenə şəkil belə əlavə edib, sağ düymə Power Clip Inside bunun içinə vuracaqsınız. Yazılar da ki, bilirsiniz, yazılarda yazacaqsınız. Tutaq ki, burada headline sözü var. Məsələn, misal üçün qoydum bura. Yazdım burada headline. Məsələn, bunlara fərqli rəng vermək istəyirsinizsə, biraz böyüdək. Tutaq ki, mən yaşıl rəng verdim, məsələn. Yəni, buradan bold eləyək bunu. Şrifti də biraz dəyişək, nəsə hoşuma gəlmədi. Impact, geometr. Olsun geometr, məsələn. Tutaq ki, bu line sözü başqa rəngdir də. Bunu seçirsiniz. Object break apartla sındıracaqsınız bunu. Sonra line'ı seçib ayrıca qruplaşdırmaq lazımdır. 4 hərfi seçirsiniz, qrupu basıb qrup eləyirsiniz. Bunu seçib, məsələn də buna da bu rəngi verirsiniz. Sonra bunların hamısını da seçib qruplaşdıracaqsınız və heç bir şey sonra gətirib bunu bu formada burada yerləşdirəcəksiniz. İndi biraz böyük oldu, biraz balaca edirəm. Bu formada yerləşdirəcəksiniz də. Belə.